21-ci sualla deyir ki, Neyman arxitekturasının prinsiplərinə aid deyil. Baxın, deməli birinci növbədə aid deyil. Yəni bu hissəni, bu nüansı görmək lazımdır. Yəni məsələn siz birdən durub gedib aid olanları götürərsiniz. Təbii ki, burada artıq böyük bir səhvə yol vermiş olacaqsınız. Birinci növbədə gəlin istəyirsiniz biz Neymanın prinsiplərini xatırlayaq, onların bir izahlarına baxaq, daha sonra isə gəlib bu sualın izahına qayıdaq. Deməli Neymanın prinsipləri nədir? Gəlin buna baxaq. Neyman deyirdi ki, kompüter proqramla idarə olunan avtomatdır. Yəni, kompüterin işləməsi üçün proqram lazımdır. Buna məncə çox da bir izah lazımdır. Lazım deyil. Artıq hər kəs aydın şəkildə bilir ki, təbii ki, qurğunun proqramsız heç bir mənası yoxdur. Baxın, yəni qurğunun dili yoxdur ki, biz ona nə isə izah edək, biz ona nə isə başa salaq. Məsələn, mən deyim ki, bu şəkli sil, nə bilim, bu şəkli kiməsə göndər. Biz qurğularla dil tapa bilirik proqramlar sayəsində. Yəni proqramlar bilirsiniz ki, xüsusilə də əməliyyat sistemi kompüter ilə istifadəçi arasında dialoq, ünsiyyət, əlaqə yaradır. Yəni biz qurğuları idarə edirik proqramlar vasitəsilə. İkinci, kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Baxın, bu nə deməkdir? Ümumiyyətlə, bax, belə bir şey deyim. Biz bilirik ki, qurğunun, yəni kompüterin yaddaşsız heç bir mənası yoxdur. Nəyə görə? Çünki düşünün ki, siz bir veriləni daxil edirsiniz, nə bilim bir kitab yazırsınız. Məsələn, tutaq ki, bu təqdimatı hazırlayıram və yaxud da ki, hər hansı bir mətin yaradırsınız. Əgər onları yadda saxlaya bilmiriksə, nə mənası var qurğunun? Yəni bir düşünün ki, telefonunuzun yaddaşı yoxdur. Heç bir proqramı yadda saxlaya bilmirsiniz, heç bir şəkli, heç bir məlumatı. Təbii ki, o zaman qurğunun mənası qalmaz. Bəs yaxşı, ardıcıl ünvanlanan nə deməkdir? Gəlin bunu aydınlaşdıraq. Deməli, bu o deməkdir ki, kompüterin yaddaşı tək bir xətt üzrə ardıcıl şəkildə nömrələnmiş hüceyrələrdən ibarət olmalıdır. Nə deməkdir bu? Baxın, deməli, elə bir ki, belə düşünün də, kompüterin yaddaşının hər bir hissəsi sanki bir kitabın səhifələridir və hər bir səhifənin, hər bir hissənin də öz nömrəsi var, öz adresi, öz ünvanı var və nömrələr bir-bir ardıcıl gəlməlidir. Məlumatı oxumaq üçün həmin nömrəyə müraciət olunur. Tutaq ki, məsələn, hansısa bir məlumat filan nömrəli səhifədədir. Məsələn, tutaq ki, mən sizə deyirəm ki, uşaqlar, oxuyun fəsil 12-ni. Məsələn, deyirsiniz ki, müəllimə, o səhifə neçədədir? Yəni, o məlumat hansı hissədə saxlanılıb? Tutaq ki, deyirik, səhifə 240. Aydındır? Yəni, yaddaş ardıcıl nömrələnir və sən artıq məlumata müraciət edəndə həmin adresdən, həmin nömrədən, ünvandan onu tapıb götürürsən. Vahid yaddaş da o deməkdir ki, yəni belə deyək də, kompüterin ayrı-ayrı yox, vahid tək bir yaddaşı olmalıdır. Məsələn, bunu belə də deyə bilərəm sizə. Tutaq ki, düşünün ki, 3 dənə kompüterin bir dənə yaddaşı var. Əlbəttə ki, bu da uyğun deyil. Çünki ola bilər ki, mənim məlumatım məxfidir, sənini görməyini istəmirəm və yaxud da ki, əksinə. Yəni hər bir kompüterin uzun sözün qısası ardıcıl ünvanlanan bir vahid yaddaşı olmalıdır, tək bir yaddaşı olmalıdır. Bax belə. Bunu çox da dərinliyinə getməyə ehtiyac yoxdur. Bax belə. Deməli, üçüncü. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Yəni, əmrlərlə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar. Bu nə deməkdir? Gəlin buna baxaq. Baxın, bizim hər birimiz bilirik ki, kompüter üçün hər şey yalnız 0-1-dir. Yəni, kompüter yalnız elektrik siqnallarını tanıyır. Işıq var, siqnal var 1, ışıq yoxdur, siqnal yoxdur 0. Yəni, kompüterdə verilən də əmr də elə ikilik kodlarla, yəni 0-1 şəklində emal olunur, saxlanılır. Aydındır? Yəni, yaddaşda olan məlumat da 0-1 simvolları ilə ifadə olunur, əmr də 0-1 simvolları ilə ifadə olunur. Və bu ikisi arasındakı fərqi tək idarə edən, yəni ayıran prosessordur, idarə etmə qurğusudur. Aydındır? Yəni, istəsə həmin o 0-1-ləri, bitləri əmr kimi oxuyar, istəsə məlumat kimi. Aydındır? Yəni, bu prinsipdə John von Neumann nəyə vurğulamaq istəyir? Deyir ki, proqram və məlumat eyni yaddaşda saxlanılır. Yəni, əmrlər ayrıca bir yaddaşda və yaxud da ki, verilənlər ayrıca bir yaddaşda yox, eyni yerdədir. Və hər biri də 0-1-lərlə, bitlərlə ifadə olunur. Görünüşcə, formaca da onlar eynidir.
Bu fərqi, yəni o 0-1-in, o bitin əmr olmasını və yaxud da ki, verilən olmasını kompüterin özü müəyyən edir. Və bu fərqi də müəyyən edən idarəetmə qurğusudur. Aydındır? Yəni yaddaşın özü bunu ayırd edə bilmir. Və bu prinsipə görə də kompüterlər özlərini proqramla dəyişə bilir və artıq burada belə desək ki, proqramlar sayəsində də əmrlər, verilənlər aydınlaşa bilər, onların arasındakı fərqlər müəyyən oluna bilər. Bax belə. Deməli, dördüncü prinsip nədir bəs? Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Bəs yaxşı, bu nə deməkdir? Gəlin mən sizə onu deyim. Biz bilirik ki, bütün verilənlər bayaq da vurğuladıq, bayaqkına biraz bənzəyir. Hər biri bilirsiniz ki, kompüterdə arxa fonda 0-1 şəklində ifadə olunur, 0-1 şəklində emal olunur. Bilirsiniz ki, şəkildə, mətndə, musiqidə hər şey arxa fonda 0-1-dir. Məsələn, biz əməliyyat sistemlərində öyrənmişdik ki, bizdə faylın tipini, uzantısını, yəni onun hansı, belə desək ki, proqrama məxsus olduğunu əməliyyat sistemi, proqramlar özü təyin edir. Yəni məsələn, mən kompüterə bir mətn məlumatı daxil edirəm ya da bir musiqi məlumatı daxil edirəm. Bunun musiqi və yaxud da ki, mətn olmasına qərar verən, bunu təyin edən, genişləmələr vasitəsilə bunu təyin edən proqramlardır. Yəni, həmin o verilənlərin 0-1-in mətn, şəkil, musiqi olmasına, yəni onların təyin edilməsini proqram özü müəyyən edir. Yəni, proqramlar öz genişlənmələri ilə bizə göstərir ki, məsələn, əgər tutaq ki, faylın genişlənməsində bilirsinizdə MP3 görürüksə, deyirik bu musiqi faylıdır, nə bilim, JPEG görürüksə, PNG görürüksə, deyirik bu şəkil faylıdır. Yəni, verilənlərin təyin edilməsi, tipinin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Çünki qurğu üçün, aparat üçün hər şey 0-1-dir. Bu da bizim Neymanımızın prinsipləri. İndi gəlin biz deməli sualın düzgün cavabına baxaq. Deyir ki, əmrlərlə verilənlər arasında aşkar fərq yoxdur. Bəli, biz dedik ki, əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur və bunun da izahını biz sizlə artıq verdik. Bu Neymanın prinsipidir. Amma baxın, bizə deyirdi ki, Neymanın prinsipinə aid olmayanları tapın. Aydındır? İndi gəlin biz bunu silək, çünki bu bizə lazım deyil. Yəni, biz bir olanları silirik. Yerdə qaldı 2 variant. Deməli, artıq görürük ki, 2 düzdür, amma yenə də gəlin biz baxaq. Yəni, doğru cavab kimi artıq görürük 2 düzdür, amma yenə də gəlin baxaq. Deməli, deyək ki, kompüterdə eyni zamanda bir neçə istifadəçi işləyə bilər. Baxın, bu nə deməkdir? Bir neçə istifadəçi işləyə bilər. Bax, belə bir şey deyim sizə. Bu əslində bizdə Instagramda da var. Biz bunu görmüşük. Məsələn, eyni bir qurğudan, eyni bir proqramdan biz bir neçə istifadəçi adı ilə işləyə bilirik. Məsələn, orada hər bir istifadəçi adımızı daxil edib, hər birinin ayrıca bir parolu olur. Onu daxil edib, biz eyni anda bir neçə istifadəçi adı ilə qurğunu və yaxud da ki, o proqramı istifadə edə bilirik. Eyni onun kimidir bu. Deməli, baxın, bu əslində prosesorun gücündən asılıdır. Yəni, belə deyək də, prosesor çox sürətli işlədiyinə görə hər bir istifadəçiyə saniyənin milyonlarla hissəsindən birində növbə verir. Yəni, istifadəçilər bunu hiss etmir. Yəni, elə fərz edirik ki, elə hamısının işləri eyni anda görülür. Amma əslində çox sürətli işlədiyi üçün bununla bağlıdır. Və prosesorların o gördüyü proseslər paralel idarə olunur deyə hər istifadəçinin prosesi ayrılıqda idarə olunur və əməliyyat sistemi hər istifadəçiyə öz proseslərini verir, prosesləri ayrı-ayrı izləyir və belə deyək ki, məsələn, birində hər hansı bir problem yarananda digərləri təsirlənməsin deyə izolyasiya edir onu və yaddaşı da bölüşdürür. Hər bir istifadəçiyə ayrıca bir yaddaş hissəsi verir və burada da bu sahələr artıq bir-birinə qarışmır və bir istifadəçi də digərinin məlumatlarını görə bilmir və bu da təbii ki, təhlükəsizliyi təmin eləyir və fərqli hesablar, fərqli giriş icazələri verir. Yəni, hər istifadəçinin bayaq dediyimiz kimi öz hesabı, öz giriş şifrəsi, öz faylları, öz icazəsi olur və beləliklə sistem artıq bilir ki, kim kimdir. Amma istifadəçilər bir-birini, necə deyərlər, görmür. Yəni, belə deyək, sadə dillə desək, prosesor o qədər sürətli işləyir ki, istifadəçilər arasında növbə dəyişərək elə təsir yaradır ki, hamı eyni anda işləyir.
Yəni məsələn, bayaq da dediyim kimi Instagram sosial şəbəkəsində bilirsiniz, bir neçə istifadəçi adı ilə biz qeydiyyatdan keçib eyni anda orada iş görə bilərik. Və təbii ki, bilirsiniz də, hər bir istifadəçinin öz adı var, öz parolu var, öz faylları var, followunda öz dostları var və s. və s. Yəni bu əslində ikinci cümlə doğru bir cümlədir. Sadəcə Neymanın prinsipi deyil. Yəni bu fikir doğru bir fikirdir, amma Neymanın prinsipi deyil. Üçüncü, kompüterin işi proqramla idarə olunur. Biz dedik ki, bəli, bu Neymanın prinsipidir. Ona görə bu bizə lazım deyil. Üç olanları da silirik. Artıq cavab çıxdı. Amma yenə də gəlin baxaq hamısına. Verilənlər aparat səviyyəsində təyin olunur. Biz dedik ki, bu yanlışdır. Əksinə, verilənlər proqram səviyyəsində təyin olunur. Neymanın prinsipi deyil. Beşinci, kompüterlər qlobal şəbəkələrdə əlaqələndirilir. Siz artıq şəbəkə dərsini keçmisiniz və bilirsiniz ki, şəbəkə iki və ya daha artıq kompüterin müəyyən vasitələr, qurğular vasitəsilə bir-biri ilə birləşməsidir. İnformasiya mübadiləsi edə biləcək şəkildə. Və bilirik ki, şəbəkənin də bir çox növləri var. Onlardan biri də qlobal şəbəkə idi. Və təbii ki, bu da doğru bir cümlədir. Amma Neymanın prinsipi deyil. Altıncı. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Bu da dedik ki, Neymanın prinsipidir, bizə lazım deyil. Yeddinci. Kompüterin işi qeyri-qrafiki interfeysə əsaslanır. Baxın, bu doğrudur. Yəni, kompüterin işi qrafiki interfeysə də, qeyri-qrafiki interfeysə də necə deyərlər, əsaslana bilər. Amma Neymanın prinsipi deyil. Qeyri-qrafiki interfeys də əmrli interfeysdir. Buna mətinli interfeys də deyirlər. Doğru cavab oldu 2, 4, 5, 7, yəni D variantı. Əgər unutmusunuzsa, gəlin mən sizə qrafiki interfeys və ya qeyri-qrafiki interfeysi də deyim. Deməli, qrafiki interfeys odur ki, kompüterdə hər bir, necə deyərlər, əmrin kodlarla idarə olunması. Məsələn, keçmişdə command prompt, CMD və ya ki, PowerShell, bəlkə də eşitmişsiniz bunları. Deməli, baxın, keçmişdə bəlkə də xatırlayırsınız, kompüterlərdə ancaq belə qara ekranlar olurdu və biz hər hansı bir işi görmək üçün əmrlərdən, kodlardan istifadə edirdik. Məsələn, tutaq ki, bu interfeysdə sən əgər hansısa bir qovluğu, faylı silmək istəyirsənsə, gəlirsən burada qovluğun, faylın tam adını yazıb, daha sonra ona əmrlər verirsən. Bu qeyri-qrafik interfeysdir. Yəni, istifadəçi artıq əmrlərlə, kodlarla işləyir. Qrafik interfeys isə GUI interfeysi adlanır. Graphic User Interface. Bu isə səhv eləmirəmsə ilk dəfə Macintosh əməliyyat sistemində meydana gəlir. Qrafik interfeys də odur ki, əmrlərin mouse-la idarə olunması, yəni ikonlarla, simgələrlə, piktoqramlarla işləməsi. Məsələn, tutaq ki, mən burada X düyməsinə, close düyməsinə toxunuram və proqramı bağlayıram. Yəni, heç bir kod, əmr yazmadan mən hər hansı bir işi görürəm. Nəsə, yekun olaraq uzatmayaq çox da 21-ci sualın düzgün cavabı D variantı olmuş oldu. Biz seçdik ki, hansılar Neymanın prinsipinə aid deyil 21-ci sualda.